Gününüz xeyirli olsun uşaqlar. İndi hal-hazırda sizinlə 7-ci sinif şagirdləri üçün fizika fənnindən kiçik summativ qiymətləndirmə 4-ün versiya suallarını izah edəcəyik. Amma bu kiçik summativ qiymətləndirmə ikinci hissənin ilk bölməsinin suallarını əhatə edir. Birinci suala baxaq uşaqlar. Deyir ki, elektrik yükünü yaxşı keçirən maddələr necə adlanır? Bunu artıq biz mövzu izahından öyrənmişdik. Elektrik yükünü yaxşı keçirən maddələr deyirdilər naqillər, amma keçirməyən maddələr isə dielektriklərdir. İkinci sual, elektron itirmiş atom hansı yona çevrilir? Elektron itirmiş deyir. Əlbəttə ki, elektronunu itiribsə, müsbət yona çevriləcək. Üçüncü sual, elektroskopla hansı fiziki kəmiyyət ölçülür? Elektroskopla bilirik ki, biz elektrik yükünün ölçmək üçün istifadə edirlər. Daha sonra keçək uşaqlar dördüncü suala. Dördüncü sualda bizə nə deyir? Deyir ki, hansı fiziki kəmiyyət adətən Q hərfi ilə işarə olunur? Sizcə hansıdır? Elektrik sahəsinin intensivliyi Y ilə işarə olunurdu. Bəli, elektrik yükü. Elektrik yükü Q hərfi ilə işarə olunur. Bax, buna deyirəm B variantı. Beşinci sual. Elektroneytral atomdakı elektronların sayı nəyə bərabərdir? Elektroneytral nə deməkdir? Yəni, neytral halda, normal halda elektronların və protonların sayı bir-birinə bərabər idi. Və burada deyir ki, elektroneytral atomdakı elektronların sayı nəyə bərabər olacaq? Əlbəttə ki, elektronların sayı biraz əvvəl dediyimiz kimi protonların sayına bərabər olacaq. Amma C variantına fikir verin, proton və neytronların saylarının cəminə deyil. Bunu götürmək olmaz uşaqlar. Çünki proton və neytronların saylarının cəminə bərabər olan kütlə ədədidir. Bunu qarışdırmayaq. Elektron neytral deyirsə, demək ki, burada elektronların və protonların sayları bir-birinə bərabərdir. Altıncı sual. İntensivliyi Y bərabərdir 40 Newton bölsün klon. Yazaq buradan uşaqlar. Y bərabərdir 40 Newton bölsün klon. Birciz elektrik sahəsi tərəfindən Q bərabərdir 0,34 klon yükə malik olan zərrəcik təsir edir. Elektrik qüvvəsini hesablayacağıq. F bərabərdir sual işarəsinə. İntensivliyin düsturu necə idi? Y bərabər idi, F bölünsün Q idi. İndi buradan F'i tapsaq uşaqlar. F'i tapdığımız zaman Y-ni vurarıq 2-yə. O zaman düsturda gətirib yerinə qoysaq, Y-nin qiyməti 40-dır. Q-nun da qiyməti 0,4. Bir-birinə vurduğumuz zaman edir 1,6 Newton. Doğru cavab Y variantı olar. Keçək növbəti suallara. Növbəti sualda deyir ki, deyir ki, əvvəlcə yükü -3Y olan iyonu, deməli, başlanğıc halda nə qədər imiş? Bax, onu yazaq. -3Y. Müəyyən proses nəticəsində yükü nə olub? Müsbət 2Y. Yəni, son halda olub müsbət 2Y. Bax, bizə deyir ki, zərrəcik neçə elektron itirib? Yəni, zərrəcik neçə elektron itirdiyini hesablamaq üçün nə edəcək biz burada? Yekun yük yazsaq, yəni yük dəyişməsi bərabər olacaq. Son yük çıxılsın başlanğıc yük. Son yükümüz nə qədərdir? 2Y-dir. Bunu çıxacaq uşaqlar başlanğıc yükümüz. Yəni, -3Y-ni. Buradan da alarıq ki, deməli, yük dəyişməsi bərabərdir. 2Y minus, hər ikisi minus olduğuna görə üzərinə gələcək. Edəcək 5Y. Demək ki, neçə elektron itirib? 5 elektron itirmişmiş. Sonra növbəti 8-ci suala baxaq. 8-ci sualda deyir ki, şüşə çubuğu ipək parçaya sürtdükdə ipək parça və çubuq necə yüklənir? Buna diqqətlə baxaq. Biz artıq mövzu izahında həmin siyahını bilirdik. Necə idi? Şüşə
yun, ipək, kağız, pambıq və plastmas. Və bilirdik ki, uşaqlar, tutaq ki, şüşə çubuğu yun parçaya sürtdüyümüz zaman yuxarıdakı nə idisə, aşağıdakına elektronları ötürürdü. Yəni, yuxarıdakı həmişə aşağıdakına elektronları ötürürdü. Məsələn, yunu plastmasla da sürtsəydi, yun öz elektronlarını plastmasa ötürəcəkdi. Bu o demək idi ki, aşağıdakılar mənfi yüklənir, yuxarıdakı isə müsbət yüklənirdi. İndi bizə deyir ki, ipək parça və şüşə çubuq. Burada qeyd etsək, ipək parça hardadır? Bax bu. Və şüşə çubuq yuxarıda. Yenə də yuxarıdakını aşağıdakına sürtdüyümüz zaman ipək parça mənfi yüklənəcək, şüşə parça isə müsbət yüklənəcək. İndi baxaq burada şüşə parça müsbət, bax B variantındadır. İpək parça mənfi. Sonra 9-cu suala baxaq. 9-cu sualda bizdə deyir ki, elektrik yükü müsbət 2Y olan ionun nüvəsində 5 proton olarsa, həmin iondakı elektronların sayını tapın. Yəni, bir-bir hesablayaq uşaqlar. Deməli, elektrik yükü müsbət 2Y-dir. O zaman yazaraq ki, buradan digər tərəfdən yazım ki, mənə rahat olsun. Q bərabərdir müsbət 2Y. İyonun nüvəsində 5 proton olarsa, yəni protonlarımızın sayı M proton bərabərdir 5. 5Y yazarıq. Həmin iyondakı elektronların sayını tapacaq. Yəni N elektron nə qədər imiş? Bilirik ki, elektron və protonların saylarının cəmi nüvənin yükünü, yəni ümumi yükümüzü verir. O zaman düsturu yazsaq bura, üzərinə gəlsin M proton bərabər olacaq ümumi Q-yə. İndi bir-bir yerinə qoyaq. N-y'miz onsuz da yoxdur. Qalsın öz yerində. Üzərinə gəlsin. N protonun sayı nə qədərdir? Bax bu. 5Y. Bərabər olacaq. Q-müzün də qiyməti 2Y'dir. Buradan N-y'ni tapsaq, bir dəfəlik buradan yazıram. N-y bərabərdir. Mənfi 3Y'yə. Mənfisi də var burada. Buradan N-i tapsam, edər 3. Demək ki, sayı nə qədər imiş? 3-ə bərabər imiş. Həmin iyondakı elektronların sayı 3-ə bərabər olar. Bir əvvəlki videoda B variantında da bu tipdə suallar var idi uşaqlar. Yanınıza gəlirsə orada izah etmişdik geniş ətraflı. Deməli, sonra keçək 10-cu sonuncu suala. 10-cu sualda deyir ki, Euler-Venn diaqramda uyğun bəndləri seçin. Nüvə və ion verib bizə. Mənfi və müsbət yüklü ola bilər. Baxın, mənfi və müsbət yüklü ola bilər. Əlbəttə ki, ion həm mənfi, həm də müsbət yüklü ola bilər. Amma hər zaman müsbət yüklü olan nüvədir. Biz artıq bunu mövzu izahından öyrənmişik. Protonlara malikdir. Protonlara əlbəttə ki, hər ikisi malikdir. Nüvə və elektronlardan təşkil olunmuşdur. Nüvə və elektronlardan təşkil olunub, bəli, ion. 4-ü yazarıq bura. Proton və neytronlardan təşkil olunmuşdur. O da aiddir nüvəyə.